Değerli yoldaşlar, Roma'da imperiya dövrü. Ne demiştik ötən slaydımızda? Oktavian Antonini məğlub edir ve Roma'nın tek hakiminə çevrilir. Ve biraz sonra, bir neçə il sonra, eramızdan əvvəl 27-ci ildə Oktavian deməli Roma'da imperiya dövrünü başladır. Yəni ilk Roma imperatoru olur. Və bizim eranın 14-cü ilinə kimi hakimiyyətdə olur. Ona Avqust deməli ləqəbi verilir. İndiki Avqust ayı da onun adı ilə bağlıdır. Monarxiya qurulur Romada, yəni imperiya dövrü, monarxiya qurulur. 1-2-ci əsrlər Roma imperiyasının ən qüdrətli dövrüdür. 1-2-ci əsrlər. Bir-iki imperatordan danışaq, sonra quruluşdan bağlı ətraflı məlumat verərik. Mark Trayan 98-117-ci illərdə Roma imperatoru olub. Mark Trayanın deməli Dunay qələbələri ilə şöhrət qazanıb. Dunay çayı ətrafındakı torpaqları zəbt eləyir və ilk şöhrətini bu qələbələrlə qazanır. Sonra Qara dənizlə Adriatik dənizi arasındakı torpaqları tutur. Mesopotamiya, Kilikiya, Ərəbistanın bir çox hissəsini işğal edir. Mesopotamiya, Kilikiya, Ərəbistanın bir çox hissəsini. Sonra deməli bu 4-cü bənddir. Deməli Parfiyanın paytaxtı Ktesifon şəhərini də tutur. Onun məqsədi Parfiyanı ümumiyyətlə tarix səhnəsindən silmək idi. Amma bu alınmır. Niyə? Çünki üsyanlar baş verir. İşğal olunmuş yerlərdə üsyanlar baş verir, geri dönməli olur və Parfiya bir dəfəlik məğlubiyyətlə xilas olur. İkinci əsrdə Roma imperiyasının ərazisi Atlantik okeanından Mesopotamiyaya, Britaniyadan Nil çayına qədər əhatə edir. Görün nə qədər böyük, o dövrün nə qədər böyük imperatorluğu olub Roma imperiyası. Biraz da Konstantin haqqında. Konstantin deməli Roma imperatoru olub, qədim Roma imperatoru olub. 313-cü ildə xristianlığı dövlət dini elan edir və xristian dinində olanlara, xristianlara məbəd tikmək, kilsə tikmək, sərbəst ibadət etmək icazəsini verir. Onun Roma şəhərindən xoşu gəlmirdi. O daha çox qədim Yunan şəhərlərindən olan Vizantidə olurdu. Ona görə də elə 330-cu ildə Vizantini paytaxt edir Roma imperiyasında, qədim Roma imperiyasında və adını öz adına dəyişdirərək Konstantinopol adlandırır. Konstantinopol, indiki İstanbul şəhəri. Deməli, biraz ixtiralarla bağlı məlumat verək. Deməli, Roma dövründə su dəyirmanları ixtira olundu. Gavahınlı kotan ixtira olundu. Öküzlə hərəkətə gətirilən biçin aləti ixtira olundu. Yəni, bu da normalda kənd təsərrüfatına təkan verməli idi. Amma quldarlığın çox nəhəng bir formada inkişafı və qulların istismarı və eyni zamanda qulların bu istismara dözməməsi inkişafı ləngidirdi. Niyə? Qul sahibkarın ona verdiyi əmək aləti ki var, əkin-biçin etməlidir ondan, qul o əmək alətlərini sındırırdı. Ziyan vururdu sahibkarına. Çünki öz həyatından bezmişdi. Və sahibkarlar bu kəşf olunmuş və nisbətən maliyyə cəhətdən baha başa gələn bu yeni alətləri də qullara etibar eləmirdi. Nəticədə iqtisadiyyat, yəni kənd təsərrüfatı inkişaf eləmirdi. Bunun üçün nəsə addımlar atmaq lazım idi. İlk addımlardan biri 2-ci əsrdə qulların öldürülməsinin qadağan olunması oldu. Qadağan olunması. Lakin hələ 3-cü əsrdə Roma artıq böyük zəifləmə dönəminə girmişdi. Nə idi bunun səbəbləri? Ölkə daxili ixtişaşlar, xarici hücumlar, biz bilirik ki, birazdan German tayfaları da hücum eləyəcək və ölkə daxilində yayılmış epidemiya. Bunlar da vəziyyəti pisləşdirirdi. Nəticədə qullara qarşı, aşağı təbəqəyə qarşı müəyyən addımlar atılmalı idi. Və bu addımlar iki istiqamətdə oldu. Bir, qullarla bağlı, digər isə azad əhali ilə bağlı. Deməli, daxmalı qullar meydana gəldi. Daxmalı qul nə idi?
azad değildi, yenə qul idi. Amma onun daxma tikmək icazəsi var idi. Özünə daxma tikə bilərdi. Eyni zamanda ailə də qura bilərdi. Ona da icazə vermişdilər. Kiçik torpaq sahəsi ona verirdilər qula, yəni daxmalı qula və ona əmək aləti verirdilər. Yəni onun həm kiçik torpaq sahəsi olurdu, həm əmək aləti olurdu. Və kiçik torpaq sahəsində əkin biçin edir, əldə etdiyi məhsulun bir hissəsini öz ağasına verir, bir hissəsi özünə qala bilirdi. Bu da bundan öncəki deməli qul istismarından fərqli olaraq biraz həvəs yaradırdı qulda. Bir də kolon. Kolonlar kimlər idi? Bunlar azad idilər. Yəni qul deyildilər, azad idilər. İcarədar kəndlilər idi. Yəni kəndliyə torpağı verirdi, daha öz təsərrüfatında, yəni quldarlıq təsərrüfatında kəndini işlətmirdi. Ona torpaq sahəsi verirdi icarə olaraq və deyirdi ki, məhsul əkirsən və məhsulun bir hissəsini mənə verirsən, bir hissəsini özündə saxlayırsan. Kolonlar, deməli, daxmalı qullara nisbətən daha yaxşı işləyirdilər. Daha yaxşı, çünki onlar şəxsi azad edirlər də. Demək, dəyərli yoldaşlar, barbar sözü, barbar, əslində əcnəbi dildə danışan deməkdir. Yəni, nə danışdığını anlamırsan, o adama barbar deyirsən. Bu Romada, Romalılar, Germanları belə adlandırdılar, barbar adlandırırdılar. Amma sonradan onların törətdiyi vəhşiliklər barbar adının, yəni vəhşilik törədən adına adı kimi səslənməsini gətirib çıxartdı. Bizim İranın 4-cü əsrində biz Hunlardan danışırıq. Hunlar German tayfalarını məğlub edərək sıxışdırdılar. Onlar da qərbə doğru üzü, deməli, Roma imperiyasının ərazilərinə gəlməyə başladılar. Deməli, Germanlar Hunların təsiri ilə Romaya daxil oldular. Roma imperiyası ərazisinə, sərhədləri keçdilər. Bu təzyiqlər Roma imperiyasının böyük olması və əyalətləri tam idarə edə bilməməsi 395-ci ildə Roma imperiyasının parçalanması ilə nəticələndi. Daha doğrusu, belə deyək, 395-ci ildə Roma imperiyası həm Qərbi Roma imperiyasına parçalandı, həm Şərqi Roma imperiyasına parçalandı. Qərbi Roma imperiyası 395-476-cı illəri əhatə edir. Bura daxildir İtaliya, Avropa, Afrikanın qərbi. Şərqi Roma imperiyası 395-1453-cü illəri əhatə edir. Bura daxildir Balkan yarımadası, Misir və Asiyadakı Roma əyalətləri. Bunu öncəki slaydımızda bir dəfə demişdik. Deməli, Veskotlar, Vandallar 5-ci əsrdə Veskotlar, Vandallar deməli Hunlara məğlub oldular. Hunlara məğlub oldular. Bu məğlubiyyət onları dediyimiz kimi Roma ərazisinə gəlməyə məcbur etdi. Onlar da gəldilər, Qalliyanı, İtaliyanı, İspaniyanı qarət etdilər. Və həmin dövrlərdə Attila da Roma üzərinə hücum edirdi. Bunu da biz Avropa Hun dövlətini keçəndə ətraflı danışacağıq. Attila da hücum edirdi. Nəticədə Roma imperiyası artıq, deməli, söhbət Qərbi Roma imperiyasından gedir, artıq taqətdən düşmüşdü. Və German tayfa başlarının əlində artıq bu imperatorlar oyuncağa çevrilmişdi. 455-ci ildə Romaya Vandal hücumu oldu. Çox belə şiddətli qarət olundu, şəhər darmadağın edildi. Ona görə Vandal sözü elə o dövrdən qalmadı. Yəni, heç bir tarixi abidəyə, mədəni abidəyə baxılmadı. Bütün Roma mədəniyyəti darmadağın edildi. 476-cı ildə German tayfalarından birinin başçısı sonuncu Qərbi Roma imperatorunu hakimiyyətdən saldı. Və bununla da Qərbi Roma imperiyası süqut etdi. Nəticədə, dediyimiz kimi 476-cı ildə Qərbi Roma imperiyası süqut etdi. Qərbi Roma imperiyası quldarlıq quruluşu dağıldı. Qədim dövrü bitdi. Feodalizmə keçildi. Orta əsrlər dövrü başlandı. Dəyərli yoldaşlar, artıq qədim dövrü bitirdik. Orta əsrlərə başlayırıq. Deməli, Romanın siyasi tarixindən məlumatlar bu qədər. Biraz da
qeyd etmədiyimiz imperatorlar haqqında qısa məlumat verək. İmperator Tiberi 14-16-cı illərdə hakimiyyətdə olub. Oktavian Avqustdan sonra Tiberi hakimiyyətdə olub. Deməli, Tiberi həm İber, yəni Gürcü, həm Alban hökmdarlarına pul göndərmişdi. Səbəb nə idi bu pul göndərməyin? Deyirdi ki, siz Parfiya hökmdarı Artabana qarşı mübarizə aparın. Yəni, Parfiya bilirik ki, Romanın düşməni idi. Sonra Domisian Qobustan abidəsini Azərbaycan tarixindən xatırlayırıq. Yəni, Roma-Azərbaycan əlaqələrindən danışanda o barədə söhbət etmişik. 81-96-cı illərdə hakimiyyətdə olub Domisian və Qobustan abidəsi. 12-ci legionun sentrionu sözü yazılmış abidə. İmperator Adrian, buna Azərbaycanın dostu kimi də deyə bilərik. 117-138-ci illərdə hakimiyyətdə olub. 117-138. Albaniya ilə dostluq münasibətində olub, hədiyyələr göndərib. Eyni zamanda qulların öldürülməsini Roma imperiyasında qadağan edən də Adrian olub. Qulların öldürülməsini qadağan edib. İmperator Valerian. Xatırlayırsınız, Azərbaycan tarixindən biz Sasanilər dövlətinin qurulması, Sasanilər dövrünü öyrənəndə demişdik ki, Şahənşah 1-ci Şapur 260-cı ildə deməli Romanı məğlub edir, Roma qoşunu İmperator Valerianı əsir alır. Bax, bu həmin Valeriandır. 253-260-cı illərdə hakimiyyətdə olub və 1-ci Şapur tərəfindən əsir alınmışdı. Dəyərli yoldaşlar, indi isə keçirik qədim Roma mövzusunun mədəniyyət hissəsinə. İzləmədə qalın.